Mövzumuz təbii zonalardır. Yer səthində bilirik ki, istilik və temperatur fərqli paylanmışdır. Bundan da asılı olaraq təbii zonalar formalaşır. Təbii zonalar deməli nədir? Oxşar temperatur şəraitinə, bitki örtüyünə, heyvanat aləminə malik olan ərazilərdir. Təbii zonalar özləri təbii komplekslərdən ibarətdirlər. Təbii kompleks bəs nədir? Oxşar bitki örtüyünə, heyvanat aləminə, torpaq örtüyünə, ümumiyyətlə iqlim şəraitinə malik olan ərazilər təbii komplekslər adlanır. Hər bir təbii kompleks müəyyən bir komponentdən ibarətdir. Bu məsəl üçün meşə özü təbii kompleksdir. Meşəni yaradan komponentlər nədir? Məsəl üçün sudur, torpaqdır, ondan sonra ağacdır, yəni bitkidir və yaxud da ki, heyvandır. Bunlar neyniyir? Meşədə olan komponentlərdir. Və bu komponentlərdən hər hansı birini təbii ki, götürdükdə kompleksin də tamlığı pozulur. Təbii komplekslər dedik təbii zonalarda cəmlənib. Təbii zonalar isə coğrafi qurşaqlarda yerləşir. Coğrafi qurşaqların sərhədləri isə iqlim qurşaqlarının sərhədlərinə uyğun gəlir. Dedik ki, yer səthində temperatur və rütubətin nisbətindən birlikdə onlar arasında olan fərqdən təbii zonalar formalaşır. Təbii zonalar üfüqi və şaquli istiqamətdə paylanıb. Üfüqi istiqamətdə deməli necədir? Ekvatordan qütblərə doğru təbii zonaların bir-birini əvəz eləməsidir. Məsəl üçün ekvatorial meşələr zonası, savannalar, tropik səhralar, colyarpaqlı meşə və kolluqlar və s. qütbə doğru bu şəkildə gedir. Buna deyirik üfüqi zonallıq. Təbii zonalar burada üfüqi istiqamətdə paylanır. Deməli, üfüqi zonallığı bəs pozan amillər var təbii ki. Bunlar nədir? Bunlar okean cəryanları və bir də ki, ərazinin relyefidir. Məsəl üçün, baxsaq Şimali Amerikada görərik ki, dağlar meridianal istiqamətdə uzandığına görə burada təbii zonalarda meridianal istiqamətdə uzanmışlar. Məsəl üçün, çöl təbii zonası ABŞ və Kanada ərazisində meridianal istiqamətdə uzanıb. Həmçinin dedik ki, bir də cərəyanlar pozur üfüqi zonallığı. Məsəl üçün, isti cərəyanların olduğu yerdə təbii ki, yağıntı bol olur və ona görə rütubət sevən bitkilər daha geniş yayılır. Baxın, fikir versək görərik ki, Avropa hissəsində enliyarpaqlı meşələr daha çoxdur və bu meşə Asiya hissəsinə doğru, yəni Avrasiyanın şərqinə doğru getdikcə, yəni Asiya hissəsinə doğru getdikcə başlayır neynəməyə, kiçilməyə və nəhayət ki, bu hissələrdə yoxa çıxır, tayqa meşələri ilə əvəz olur. Bunun səbəbi isə deməli bu hissələrin, materikin mərkəz hissələrinin okeandan uzaqlığıdır. Deməli həmçinin nə təsir elədi? Okeandan uzaq yerləşmək də təbii zonaların yayılmasına təsir elədi. Bu hissədə isə isti cərəyanların təsiri ilə bol yağıntı düşdüyünə görə, okeana yaxın olduğuna görə və bu hissədən isti cərəyanlar keçdiyinə görə bu ərazidə enliyarpaqlı meşələr təbii zonası yayılmışdı. Şaquli zonallıq bəs nədir? Şaquli zonallıq isə dağın ətəyindən zirvəsinə doğru. Tutaq ki, hər hansı bir dağdır, dağın ətəyindən zirvəsinə doğru təbii zonaların bir-birini əvəz eləməsidir. Birinci başlayaq ekvatorial meşələr zonasından və ekvatorial meşələr zonasının xarakterik xüsusiyyətlərini deyək. Ekvatorial meşələr zonası deməli ekvatorial və subekvatorial iqlim qurşağı daxilində yayılmışdır. Məsəl üçün baxsaq görək ki, Cənubi Amerikada baxın, bu ekvatorial iqlim qurşağıdır. Lakin ekvatorial həmişəyaşıl meşələr zonası isə baxın, bu hissəni əhatə edir və bir qədər də burada var. Burada belə qənaətə gəlirik ki, ekvatorial iqlim qurşağı Cənubi Amerikada zolaq əmələ gətirmir, lakin ekvatorial həmişəyaşıl meşələr zonası Cənubi Amerikada neynədi? Zolaq əmələ gətirdi. Ekvatorial meşələr zonasının xarakterik xüsusiyyəti nədir? Bəs burada yağıntıların miqdarı 2000-3000 milliyə qədər neynir? Olur. Və orta temperatur 25-28 dərəcə arasında dəyişir. Yağıntı çox yağdığına görə torpağın səthində humus qatı formalaşa bilmir və deməli, ana suxur səthə çıxır, dəmirli, alüminiumlu birləşmələr torpağın səthində çox olduğuna görə torpağın rəngi qırmızı, sarı, ferralit və ya laterit olur. Laterit də ki, keçən dərsimizdə də qeyd eləmişdik, latınca kərpic mənasını verir. Yəni, bişmiş kərpiclər olur, belə qızartda, qırmızıya çalan bir rənglərdə, sarı-qırmızı rəngdə. Bax, həmin ekvatorial meşələr zonasının
Torpaqları qırmızı, sarı, ferralit və laterit olur. Burada meşələr çox yarusludur. 4 yarus ayrılır. Birinci yarus daha hündür olan ağacları əhatə eləyir. Birinci yarusda ağacların hündürlüyü 60 metrə qədər olur. Bu oldu bizim birinci yarusumuz. İkinci yarusda isə ağaclar bir qədər daha kiçik olurlar və ikinci yarusun ağaclarının hündürlüyü isə 30, deməli, 20 metr arasında dəyişir. Yəni 20-30 metr arasında dəyişir. Üçüncü yarısımızda isə ağacların hündürlüyü bir qədər də kiçilir. 10-20 metr arasında dəyişir. Və deməli, dördüncü yarusda isə daha kiçik bitkilər, kollar, otlar, ay döşəklər geniş yayılıb və burada bitkilərin hündürlüyü 2-3 metrə qədər olur. Bu oldu ekvatorial meşələrdə olan yaruslar. Bəs ekvatorial meşələrin özündə hansı ağaclar bitir? Burada papaya bitir, qovun ağacı, çinə ağacı bitir ki, onun belə deyək də meyvələrindən malariya xəstəliyinin müalicəsində istifadə olunur çinə ağacının meyvəsindən. Ondan sonra deməli, həmçinin heveya var, burada seyba ağacı var, balsa ağacı var ekvatorial meşələrdə. Yəni balsa dünyada ən yüngül ağacdır. Çörək ağacı var ekvatorial meşələr zonasında. Və bir də ki, buradakı ağaclar lianlar vasitəsilə bir-birinə sanki hörülmüşdür. Keçilməz meşələr, cəngəlliklərdir. Belə bir deyim var ki, deyir Amazon meşəsinə bir girən sevinər, bir də oradan çıxan sevinər. Çünki ora düşdünsə keçilməz cəngəlliklərdir. Lianlar, ağaclar o qədər sarılıb ki, yəni həmin əraziləri keçilməz edib. Burada bunu qeyd edək ki, Cənubi Amerikada, bir də Afrikada ekvatorial meşələr zonası yaxşı öyrənilməmişdir. Lakin Avrasiyada, Cənub-Şərqi Asiya hissəsində isə ekvatorial meşələr zonası daha yaxşı öyrənilmişdir. Və Cənubi Amerikada ekvatorial meşələr zonasını öyrənmək üçün və həmçinin həmin ərazilərin faydalı qazıntılarından, faydalı belə deyək, təbii resurslarından istifadə etmək üçün Braziliyanın Resife şəhərindən Perunun Lima şəhərinə doğru Transamazon magistralı çəkilmişdi və həmin magistral vasitəsilə ərazinin təbii resurslarından istifadə olunur. Bundan sonra savanna və seyrək meşələr zonası var. Savanna və seyrək meşələr zonası Afrika materikində geniş sahə tutur. Görürsünüz, Hind okeanı sahillərində geniş sahə tutur. Savanna və seyrək meşələr zonası və yaxud da ki, Avrasiyada, Hindistan yarımadasında, Hind-Çin yarımadasında savanna və seyrək meşələr zonası geniş ərazilər tutur. Həmçinin Cənubi Amerika materikində də var. Şimali Amerika materikində də savanna və seyrək meşələr zonasına rast gəlirik. Həmçinin Avstraliya materikində də savanna və seyrək meşələr zonası var. Savanna və seyrək meşələr zonasının xarakter xüsusiyyəti nədir? Burada 2 fəsil müşahidə olunur. İsti, quru qış və isti rütubətli yay. Ona görə də burada qış aylarında suvarmaya ehtiyac olur. Torpağı savannaların qırmızı qonur torpaqlardır. Burada hündür boylu ot bitkiləri olur. Həmin ot bitkilərinin çox olmağına görə də bu ərazidə ot yeyən heyvanlar çoxdur və həmin otların arasında gizlənə biləcək, ov eləyə biləcək heyvanlar, bəbirdir, şirdir, ondan sonra həmçinin burada zebralar, fillər, bu kimi heyvanlar geniş yayılmışdı savanna və seyrək meşələr zonasında. Yağıntısı 1000 millidən 2000 milliyə qədər dəyişir. Təbii ki, ərazilər üzrə fərqlidir. Və dedik ki, yağıntıları əsasən yay aylarında düşür savanna və seyrək meşələr zonasının. Savanna və seyrək meşələr zonası deməli həm subtropik iqlim daxilində, məsələn Avstraliyada subtropik iqlim daxilində formalaşıb, həm subekvatorial iqlim daxilində neynəmişdi, formalaşmışdı. Deməli savanna və seyrək meşələr zonası həm subtropik, həm də deməli subekvatorial meşələr zonası daxilində formalaşıb. Bir də ki, deməli bunu da qeyd eləyək ki, burada xəritədə diqqətlə baxsaq görərik ki, Avrasiya deyirəm, üzr istəyirəm, Afrika materikində tropik iqlim qurşağı daxilində də savannalara rast gəlinir. Bax, burada xəritədə də görünür. Bax, bu hissə, bax, buradan bura kimi, deməli, bax, buralar
tropik iqlim qurşağıdır. Bax, bu hissəyə qədər tropik iqlim qurşağıdır və buradan da rahatlıqla görürük ki, savanna və seyrək meşələr zonası burada tropik iqlim qurşağı daxilində də formalaşdı. Deməli, savanna və seyrək meşələr zonası hansı iqlim qurşağında formalaşdı? Subekvatorial daxilində, subtropik və tropik iqlim qurşağı daxilində formalaşa bildi. Savanna və seyrək meşələr zonasından sonra deməli qeyd eləyək səhraları, səhra və yarım səhralar zonasının bir çox ərazilərdə var. Həm Asiyada, Avrasiyada, həm Afrikada, ondan sonra deməli bu hissədə, daha doğrusu Çili ərazisində, Argentinada, ondan sonra burada Sonor səhrasını, Mojave səhrasını, Böyük Hövzəni qeyd edə bilərik. Səhraların xarakterik xüsusiyyəti nədir? Səhralarda yağıntıların miqdarı çox azdır. 150-170 milliyə qədər yağıntı düşür. Burada lakin yeraltı sular daha çox toplanır və yeraltı sular burada şor sulu olur adətən. Bitkilər kserofit bitkilər olur və susuzluğa uzun müddət dözə bilirlər. Həmçinin burada heyvanlar da susuzluğa uzun müddət dözə bilirlər və burada bitkilərin kökü 10 metrə və daha dərinə gedir. Məsəl üçün Afrika materikində Welwitschia adlanan bitki var. Welwitschia. Welwitschia bitkisinin kökü 30 metrə qədər dərinliyə gedir. Afrika materikində tropik səhralar zonasındadır. Ondan sonra tropik səhralar zonasının bitkilərinin yarpaqları tikanla əvəz olunmuşdur. Gövdələri isə yumşaq və lətli olur. Su saxlama qabiliyyətinə malik olur ki, yəni həmin gövdə su saxlama. Məsəl üçün kaktuslar deyə bilərik ki, burada kaktusun gövdələri suyu saxlaya bilir. Bundan başqa həmçinin bu ərazilərin torpaqları var. Torpaqları boz qonur, şoran, şorakət, qumlu torpaqlardır. Və bu ərazilərə yağıntılar az düşdüyünə görə torpaqlar məhsuldar deyil və rütubətlə yaxşı təmin olunmamışdır ərazilər. Səhralardan hansı səhralar tanıyırıq? Səhralar mütləq bilməliyik bunları. Məsəl üçün, Afrikada Liviya ərazisində Liviya səhrası var. Misir ərazisində burada Nubiya səhrası var. Burada Kalahari səhrası var Afrikada. Bu hissədə Namib səhrası var. Burada qərbi böyük səhra var. Ondan sonra bu ərazidə böyük səhra yerləşir. Ondan sonra deməli həmçinin Ərəbistan yarımadasında böyük nəfud və kiçik nəfud səhraları var. Bundan başqa Somali deyirəm belə, Suriya ərazisində Suriya səhrası yerləşir. Turan ovalığında Qaraqum və Qızılqum səhraları yerləşir. Monqolistan və Çin sərhəddində, yəni dövlətlərin ərazisində daha doğrusu Qobi səhrası var. Burada deməli bu ərazidə Təkləməkan səhrası var və burada isə Tar səhrası yerləşir. Avropada isə səhraların olmamasının səbəbi burada isti cərəyanlar, yəni bol düşən yağıntılardır. Həmin yağıntılara görə burada deməli səhralar zonası yoxdur Avropa qitəsində. Və Şimali Amerika materikində isə bax bu hissədə Kaliforniya yarımadası və Kaliforniya ərazisində burada Sonor səhrası var, burada Mojave səhrası var. Bu hissədə isə Böyük Hövzə səhrası yerləşir. Bundan başqa Cənubi Amerikada Çili ərazisində Atakama səhrası yerləşir. Dünyanın ən quraq səhrasıdır Atakama səhrası. Burada yağıntıların miqdarı il ərzində 5 milliyə qədər düşür. Və dünyanın dedikcə ən dumanlı səhrasıdır. Ona görə orada duman tutan torlardan istifadə edirlər və orada suya olan tələbatı həmin torlar vasitəsilə əldə edirlər. Torlarla su tutulur və çənlərə yığılır. Alt dağlarında da həmçinin belə bir duman tutanlardan istifadə olunur. Ondan sonra həmçinin səhralarımız burada da, Avstraliya ərazisində də çoxdur. Burada böyük qumlu səhra yerləşir. Ondan sonra cənub hissədə böyük Viktoriya var. Burada Hibson səhrası, bu hissədə isə Simpson səhraları yerləşir. Burada Nollarbor səhrası var, yəni düzənlikləri var. Bu ərazilər hamısı beləliklə səhralaşmış ərazilərdir. Və səhra zonasının heyvanları daha çox sürətlə qaçır. Əsasən qumun altında gizlənirlər. Qumun altında gizlənirlər səhra zonasının heyvanları və gündüzlər qum isti olduğundan başlayırlar bunlar gecə ova çıxmağa və belə deyək də təbii şəraitə uyğunlaşıblar. Ov dalınca daha sürətlə qaçırlar, saatdə 50-60 yəni kilometrlə qaça bilirlər.
bu heyvanlar. Sürətli qaçışa malikdirlər və uzun müddət dediyimiz kimi susuzluğa dözürlər. Təbii ki, səhra heyvanlarından biri də məsəl üçün dəvədir. Dəvələri tanı bilirik ki, susuzluğa davamlı heyvanlardır. Ondan sonra ərəb dovşanıdır, səhra heyvanıdır, əqrəblərdir. Burada gəmiricilər, əqrəblər, müxtəlif həşəratlar, ilanlar səhraların xarakterik heyvanlarıdır. Bundan sonra gəlir codyarpaqlı və həmişə codyarpaqlı deməli meşə və kolluqlar zonası gəlir. Codyarpaqlı meşə və kolluqlar zonası yalnız keçid iqlim qurşağı daxilində formalaşıb. Subtropik iqlim qurşağı daxilindədir. Şimali Amerikada, qərb hissəsində, Kaliforniya ştatında. Ondan sonra deməli Cənubi Amerikada, Çili ərazisində, Cənubi Afrika Respublikasının ərazisində, qərb hissəsində, həmçinin Yeni Zelandiya deyirəm, belə üzr istəyirəm, Avstraliyanın cənub hissəsində və həmçinin deməli bu hissəsində də yayılıb. Bir də Tasmaniya adasının şimal hissəsini əhatə edir. Gördüyümüz bu ərazilərdə codyarpaqlı meşə və kolluqlar zonası yayılıb. Codyarpaqlı meşə və kolluqlar zonasında yağıntıların miqdarı 800-ə, 850-yə, bəzi ərazilərində 900 milliyə qədər düşür. Və bu ərazilərin xarakterik bitkiləri zeytundur, ondan sonra bir sözlə codyarpaq bitkilərdir. Ondan sonra həmçinin bu ərazilərdə üzümçülük inkişaf eləyib. Araq dənizi sahillərində, məsəl üçün burada Pireneya yarımadasında, Apennin yarımadasında, Kiçik Asiya yarımadasında yayılıb və bu ərazilərdə üzümçülük xüsusən də İtaliya üzümə görə bu ölkələr arasında fərqlənən ölkələrdəndir. Bundan başqa codyarpaqlı meşə və codyarpaqlı həmişəyaşıl meşələr, kolluqlar və meşələr zonasının xarakterik xüsusiyyəti odur ki, burada torpaqlar qəhvəyi rəngdədir. Burada qəhvəyi torpaqlar yaranmışdır. Subtropikin əsasən deməli Aralıq dənizində yayılıb codyarpaqlı meşə və kolluqlar zonası, lakin Avstraliya materikində burada bərabər rütubətli iqlim daxilində neyləmişdi? Formalaşmışdı. Deməli, bir dənə Avstraliya materikində subtropikin Aralıq dənizində deyil, subtropikin deməli bərabər rütubətli iqlim yarım vilayəti daxilində formalaşıb. Bundan başqa deməli, enliyarpaqlı meşələr zonasına nəzər salsaq, enliyarpaqlı meşələr zonası rütubətin, istiliyin, belə deyək də, yaxşı paylandığı ərazilərdədir. Avropanın ərazisini daha çox əhatə edir. Ondan sonra böyük göllər hövzəsini əhatə edir. Deməli, enliyarpaqlı meşələr zonası bu ərazilərdə. Bir də həmçinin enliyarpaqlı meşələr zonasına Tasmaniya adasında, Yeni Zelandiyada da rast gəlirik və Avrasiya materikində şərqə doğru görürük ki, enliyarpaqlı meşələr zonası kiçilib və bunun da xarakterik xüsusiyyəti, yəni niyə kiçildiyini də dedik ki, mərkəzə doğru getdikcə kontinentallıq artır. Məhz bu səbəbdən də kiçilib. Enliyarpaqlı meşələr zonası altında isə qonur torpaqlar geniş yayılmışdı. Bu ərazilərdə fıstıq, vələs kimi, şabalıd kimi ağaclar geniş yayılıb, ağcaqayın bu kimi ağaclar deməli bu ərazilərdə geniş yayılıb. Bundan sonra deməli çöllər zonasına nəzər salsaq, baxın görürük burada çöllər zonası. Çöllər zonası isə bir qədər temperaturun çox, yağıntının nisbətən az olduğu ərazilərdə formalaşır. Burada görürük çöllər zonasını. Həmçinin çöllər zonası Cənubi Amerika materikində də var. Çöllər zonasının əsas xarakterik xüsusiyyəti odur ki, burada xırda boylu otlar geniş yayılmışdır və ot örtüyü tez çürüyüb torpağa qarışdığına görə burada torpağa əmələ gəlmə prosesi sürətli gedir. Deməli, çöl zonası daha doğrusu Avrasiya materikində mülayim iqlim qurşağı daxilində, Şimali Amerika materikində mülayim və subtropik iqlim qurşağı daxilində, Cənubi Amerika materikində isə subtropik iqlim qurşağı daxilində formalaşmışdır. Çöl zonasının torpaqları qara torpaqlardır, lakin deməli, Cənubi Amerikada, Argentina və Uruguay ərazisindəki çöl zonasının torpaqları isə qırmızı-qara torpaqlardır. Çöl zonası Avrasiya materikində adlanır steplər, deməli, ondan sonra Şimali Amerika materikində adlanır prerilər və bir də ki, Cənubi Amerika materikində isə çöl zonasına pampa deyirik. Əslində, həmin
Ölkələrin elə dilində o çöl mənasını verir. Yəni ki, məsəl üçün Avrasiyada da çöl adlanır, burada da yəni çöl adlanır, step deyirlər. Ondan sonra burada da həmçinin Şimali Amerikada isə prerilər deyirlər. Cənubi Amerikada dedik ki, pampalar deyirlər. Və deməli, Avrasiyada mülayim iqlim qurşağında yayıldı. Şimali Amerikada mülayim və subtropik, Cənubi Amerikada isə subtropik iqlim qurşağı daxilində yayıldı. Deməli, fikir versək görürük ki, Cənubi, daha doğrusu Avropa ərazisində, Avrasiya materikində, Avropa ərazisində çöl zonası yayılmayıb. Bunun da səbəbi odur ki, bu ərazilər isti cərəyanların təsiri ilə daha çox yağıntı düşür, daha çox rütubətlidir. Ona görə də bu ərazilərdə çöl zonası yayılmayıb. Çöl zonası hardadır? Ukrayna ərazisindədir, Qazaxıstanın, Çinin şimal hissələrindədir. Ondan sonra Rusiya ərazisində deməli çöl zonası yayılıb və çöl zonaları taxılçılığın əsas belə deyək də mərkəzidir. Taxılçılığın inkişafı üçün çöl zonaları böyük əhəmiyyətə malikdir. Bundan sonra iqlimin kontinental olduğu ərazilərdə enliyarpaqlı meşələrdən bayaq danışdıq. Enliyarpaqlı meşələrdən sonra iqlimin daha kontinental olduğu ərazilərdə mülayim, yalnız mülayim iqlim qurşağı daxilində isə deməli tayqa, yəni iynəyarpaqlı meşələr zonası yayılıb. Burada da görürük rahatlıqla bunu. ABŞ Kanada daha doğrusu ərazisində deməli İynəyarpaqlı meşələr zonası, yəni tayqalar var. İki materikdədir. Şimali Amerikada, bir də Avrasiya materikində və mülayim iqlim qurşağı daxilindədir. Bitkiləri şam ağacları, küknar ağacları, ağaclarıdır və burada sidir şamının meyvələrindən, toxumlarından çox qiymətli yağ alınır. Torpaqları bu hissələrin podzol torpaqlardır. Podzol torpaqlar bilirik ki, çox böyük belə torf qatına malik olurlar. Əkinçilik üçün yararsız torpaqlarda tərkibində humus qatı demək olar ki, bu torpaqların yoxdur. Lakin bunlardan deməli torf kimi istifadə olunur. Deməli, tayqadan bir qədər cənubda isə qarışıq meşələr var, enliyarpaqlı meşələrlə qarışıq meşələrin arasında. Həmin ərazidə olan meşələrdə isə çimli podzol torpaqlar yayılmışdı. Deməli, bundan sonra onu da qeyd eləyək ki, tayqa meşələri zonasından sonra isə tundra və meşə tundra təbii zonası gəlir. Tundra və meşə tundra təbii zonasında iqlim daha sərtdir və burada iqlim sərt olduğuna görə təbii ki, bitki və heyvanat aləmi də kasıbdır və torpaq əmələ gəlmə də burada zəif gedir. Və buranın torpaqları tundra bataqlıq, tundra qileyli torpaqlardır. Burada da bataqlıqlar ən çox bataqlığın yarandığı ərazidir, tundra zonası. Subarktik iqlim şəraitində formalaşır tundra, meşə tundra əraziləri. Və bundan sonra isə Arktik səhralar zonası gəlir. Arktik səhralar zonasının torpaqları ibtidai torpaqlardır. Heyvanları şimalda su itilərdir. Ondan sonra deməli dəniz inəkləridir. Cənubda isə əsas xarakterik heyvanları pinqvinlərdir. Pinqvinlər məsələn Antarktida üçün daha uyğundur, daha xarakterikdir. Bundan başqa deməli, həmçinin indi ayrı-ayrılıqda materiklərin özünün deməli bioehtiyatlarına nəzər salaq, görək hansı materikdə hansı təbii zona var və hansı deməli iqlim qurşağı daxilində formalaşıb. İndi isə baxaq hər bir materika ayrı-ayrılıqda görək hər materikin özünün Şimal materiklərinə diqqətlə nəzər salsaq, görərik ki, bu materiklərdə bir çox təbii zonalara rast gəlinir. Demək olar ki, Avrasiya materikində bütün təbii zonalar var. Lakin Şimali Amerika materikində isə ekvatorial meşələr təbii zonası yoxdur. Çünki Şimali Amerika materiki ekvatorial iqlim qurşağı daxilində yerləşə bilmir. Həmçinin həmin o ekvatorial iqlim qurşağına düşən yağıntı qədər burada yağıntı da yoxdur. Ona görə də burada ekvatorial həmişəyaşıl meşələr zonası formalaşmayıb. Və
Şimali Amerika materikində dağlar meridional istiqamətdə yerləşdiyinə görə burada çöl təbii zonası da meridional istiqamətdə yerləşmişdir. Şimali Amerika materikində çöl təbii zonası ABŞ və Kanadanın ərazisində mülayim və subtropik iqlim qurşağı daxilindədir. Məhsuldar qara torpaqlarla zəngindir. Əsas taxılçılıq məskənidir bu çöl zonası. Meksika körfəzinin sahillərindən deməli Kanadanın çöllərinə doğru irəliləyib təbii burada çöl zonası. Ondan sonra deməli həmçinin Şimali Amerika materikində Yucatan yarımadasında, Florida yarımadasında isə deməli dəyişkən rütubətli meşələr zonası, o cümlədən buna musson meşələri deyirik. Bu meşələr deməli yayılmışdır. Ümumiyyətlə çöl zonası dəyişkən rütubətli meşələr və o cümlədən musson, enliyarpaqlı meşələr zonası, bir də savannalar zonası deməli, materiklərdə daha yaxşı öyrənilən, daha yaxşı mənimsənilən ərazilərdir. Lakin tundradır, ondan sonra Arktik səhralardır. Bu zonalar isə yaxşı mənimsənilməmiş, öyrənilməmiş ərazilərdirlər. Bundan başqa deməli, burada həmçinin dəyişən rütubətli meşələr zonasından şimala doğru böyük göllər hövzəsi ətrafında isə enliyarpaqlı meşələr zonası yayılıb. Enliyarpaqlı meşələr zonasında deməli burada fıstıq, vələs, palıq kimi ağaclar bitir və burada qonur torpaq, enliyarpaqlı meşələr altında qonur torpaqlar yayılmışdır. Və daha sonra isə bu ərazilərdə isə tayqa meşələri yayılıb, Kanadanın ərazisini əhatə eləyir. Tayqa meşələri yayılıb, tayqa meşələrində isə iynəyarpaqlı bir iki ağaclardır və burada deməli, həmçinin bax bu meşələr şimal meşə qurşağını əmələ gətirir. Buradakı meşələrdən kağız alınmasında, oduncaq istehsalında istifadə olunur. Bilirik ki, Kanadada deməli meşə ehtiyatlarından kağız alınmasında geniş istifadə olunur. Və bu torpaqlar altında, daha doğrusu bu meşələr altında podzol torpaqlar geniş yayılmışdır. Bundan sonra isə deməli gəlir tundra və meşə tundra zonası. Tundra və meşə tundra zonasında bu ərazilərdə isə bataqlıqlar geniş yayılıb. Hudson körfəzinin sahilləri demək olar ki, geniş bataqlıqlardır və burada torf qatı çoxdur. Və bu torfdan təbii ki, yanacaq kimi istifadə olunur. Ondan sonra daha şimalda isə Arktik səhralar zonası yayılıb. Bu zonalarda isə ibtidai torpaqlar yayılmışdır. Bundan başqa həmçinin subtropik iqlim qurşağı daxilində, yəni keçid olan subtropik iqlim qurşağı daxilində Araq dənizi iqlim vilayətində deməli burada Kaliforniya ştatında codyarpaqlı meşə və kolluqlar zonası formalaşıb. Həmçinin təbii zonalardan bu ərazilərdə səhralar var, Sonor səhrası var, Mojave səhrası var və böyük hövzə səhraları yerləşir bu ərazilərdə. Səhralarının xarakterik xüsusiyyəti odur ki, burada bitki örtüyü təbii ki, səhradırsa, bitki örtüyündən, heyvan aləmindən məhrum olacaq, kasıb olacaq bitki heyvanat aləmi və suxurlar daha çox fiziki aşınmaya məruz qaldığına görə daha çox parçalanacaq və fiziki aşınma üstünlük təşkil edir təbii ki, bu səhralarda. Ondan sonra gəldik Avrasiyanın deməli təbii zonasına. Avrasiyanın təbii zonası ekvatorial meşələr zonasından başlayır. Ekvatorial meşələr zonası burada görürük, bu əraziləri əhatə eləyir və deməli Şimali Amerika materikində, daha doğrusu Avrasiya materikində ekvatorial meşələr zonası tam bir zolaq yaratmır. Ondan sonra gedirik bir qədər şimala doğru. Bu ərazilərdə isə savannalar geniş yayılıb. Bax, bu gördüyümüz ərazilərdir. Savannalar burada geniş yayılıb. Savannaların deməli, xarakterik xüsusiyyəti bayaq da yuxarıda qeyd etdiyimiz kimi dedik ki, daha çox iki fəsil müşahidə olunur burada və yağıntıların miqdarı çoxdur, lakin rütubətlənmə əmsalı burada birdən kiçik olur. Birdən kiçik olur, lakin deməli torpaqları məhsuldar olurlar. Savannaların torpağı qırmızı qonur torpaqdır və il boyu əkilə bilən torpaqdır. Lakin qış dövründə burada suvarmaya ehtiyac olur. Burada həmçinin cut istehsal olunur. Hindistan ərazisində bilirik ki, cut istehsal olunur. Ondan sonra çəltik əkilir, Çin ərazisində məsəl üçün. Ondan sonra Tayland ərazisində. Bu ərazilərdə deməli çəltikçilik geniş inkişaf edib və lakin özlərinin
daxili tələbatlarını ödəyir. Bundan başqa, deməli, savanna və seyrək meşələr zonasından sonra görürük ki, Avrasiyanın ərazisinin çox hissəsi dağlıq olduğuna görə dağlıq qurşaqlar geniş yayılıb. Dağlıq qurşaqlar haqqında onu deyək ki, hansı təbii zonadan başlayırsa, dağın ətəyində də həmin təbii zona olacaq. Məsəl üçün, buradan başlayan bir dağın ətəyində görürük ki, dağın ətəyi səhra zonasındadırsa, demək ki, onun ətəyində səhralar olacaq birinci, daha sonra keçəcək yarım səhralara, ondan sonra çöllərə, quru çöllərə, çöllərə, meşə çöllərə və s. bu şəkildə dağın zirvəsinə doğru davam edəcək və sonda isə dağın zirvəsində nival landşaftlar formalaşa bilər. Təbii ki, dağ ekvatora nə qədər yaxındırsa və belə deyək də hündürlüyü çoxdursa, o zaman onda yaranan təbii zonalar da çox olacaq. Bundan başqa çöl təbii zonası geniş yayılıb. Burada deməli Qazaxıstan, ondan sonra Rusiya ərazisində, Çin ərazisində, Ukrayna ərazisində çöl zonaları geniş yayılmışdı və burada dedik ki, taxılçılığın əsas mərkəzi hesab olunur çöl zonası və Avrasiya materikində çöl zonasına steplər deyilir. Bundan başqa deməli Avrasiya materikinin qərb hissəsində Araq dənizi iqlim vilayəti daxilində subtropik iqlim qurşağında yalnız keçid zonada yayılır. Bu keçid iqlim qurşağı daxilində yayılır deməli Araq dənizi iqlim vilayətində codyarpaqlı meşə və kolluqlar zonası. Bu ərazinin torpaqları deməli qəhvəyi torpaqlardır və bu ərazinin torpaqları yayda böyük suvarmaya ehtiyacı olan torpaqlardır. Qışda isə yağıntı çox düşür, yəni 800-900 milliyə qədər yağıntı aldığına görə qışda suvarmaya ehtiyac olunur. Lakin yayda suvarmaya ehtiyac olur. Və bu ərazilərdə də deməli quru subtropik meyvəçilik, həmçinin subtropik meyvəçilik də inkişaf eləmişdi. Məsəl üçün, bu ərazilərdə zeytun əkilir, üzüm əkilir, sitrus meyvələri, portağal, narinci və s. bu kimi, limon, bu kimi bitkilər bu ərazilər üçün xarakterikdir. Bundan sonra Avropa ərazisindən şimala doğru getsək, görürük ki, Avrasiyada enliyarpaqlı meşələr, yəni Avrasiyanın Avropa hissəsində enliyarpaqlı meşələr zonası geniş yayılıb, lakin enliyarpaqlı meşələr zonası Avrasiyanın Asiya qitəsində isə daha kiçik sahə deməli əhatə eləyir. Bunun da səbəbini bayaq qeyd elədik ki, mərkəzə doğru getdikcə kontinentallıq artır. Ona görə də enliyarpaqlı meşələr daha az sahə tuturlar burada. Və burada palıddır, fıstıqdır, vələsdir, bu kimi enliyarpaqlı ağaclar geniş yayılmışdı. Və buradakı ağaclar həm enliyarpaqlı, həm iynəyarpaqlı ağaclar, xüsusən də iynəyarpaqlı ağaclar, yəni tayqa meşələri şimal meşə qurşağın əhatə eləyir və şimal meşə qurşağı burada deməli geniş yayılmışdı. Şimal meşə qurşağının ağacları əsasən iynəyarpaqlı ağaclardan ibarətdir. İqlimin bir qədər şimala doğru getdikcə iqlimin sərtləşməsi ilə əlaqədar olaraq, deməli Norveç ərazisində, İsveç ərazisində, Finlandiya ərazisində və Rusiya ərazisində iynəyarpaqlı meşələr geniş sahələr tutur. İynəyarpaqlı meşələr altında podzol torpaqlar var və bu ərazilərdə üst bataqlıqlar formalaşır və burada torf alınmasında istifadə olunur həmin bax bu deməli bataqlıqlardan. Çünki burada torfun qalınlığı 6-10 metrə qədər çatır. Və bir də ki, buradakı ağaclardan kağız istehsalında, həmçinin oduncaq istehsalında da istifadə olunur. Daha şimala doğru getdikcə isə iqlimin daha kəskin, sərt olduğu ərazilərdə isə deməli tundra zonası yayılıb. Tundra zonası subarktik iqlim qurşağı daxilində formalaşıb, keçid iqlim qurşağı daxilindədir. Tundranın torpaqları tundra bataqlıq və tundra qleyli olmaqla ayrılır və çox belə deyək də əhəmiyyətsiz torpaqlardır bu torpaqlar. Məhsuldarlığı çox aşağı olan torpaqlardır və bu torpaqlarda da bataqlıqlar formalaşır. Avrasiya materikinin şimal hissəsində isə Arktik səhralar ərazisində isə ibtidai torpaqlar yayılmışdı. İndi isə baxaq, bir də ki, burada onu qeyd eləyək ki, bax, diqqətlə baxsaq görürük ki, Saxalin adasıdır, Hokkaido adasıdır, ondan sonra xüsusən Kamçatka yarımadasıdır. Baxın, bu ərazilərdə tayqa meşələri yayılmışdı. Bu ərazilərdə nələr var? Tayqa meşələri var. Lakin, baxın, Bretan yarımadasıdır, testlərdə qarşımıza çıxır. Bretan yarımadasıdır, Jutlandiya yarımadasıdır. Burada deməli İsveç ərazisində, Skandinaviya yarımadasının cənub hissəsində isə enliyarpaqlı
meşələr zonası yayılmışdı. İndi isə cənub materiklərinin təbii zonalarına nəzər salaq. Cənub materiklərində görək hansı təbii zonalar var. Cənub materiklərində deməli təbii zonalardan tayqa meşələrinə rast gəlməyəcəyik. Burada da görəcəyik tayqa meşələri yoxdur. Həmçinin tundra və meşə tundra təbii zonası deməli cənub materiklərində yoxdur. Afrika materikinə diqqət yetirsək, Afrika materikində təbii zonalar ekvatordan şimala və cənuba doğru təkrarlanır. Ekvatordan şimala doğru da deməli, hansı zonadır? Ekvatorial meşələr zonasıdır, dəyişkən rütubətli meşələrdir, savannalardır, səhralardır, ondan sonra bir də ki, zodyarpaqlı meşə və kolluqlardır. Eyni zamanda cənuba doğru da həmin təbii zonalar formalaşmışdır. Afrika materikində görürük ki, enliyarpaqlı meşələr zonası tam zolaq yaratmır. Səbəb odur ki, Afrikanın şərq hissəsi daha hündürdür. Burada hündür relyef üstün olduğuna görə tam zolaq yarada bilmir və az mənimsənilmişdir. Bataqlıqlardan zəngindir, keçilməz bir meşələrdir, cəngəlliklərdir bu hissələr və burada deməli müxtəlif ağaclar, çinə ağacları var, heveyalar var. Ondan sonra deməli həmçinin burada balsa ağacları var. Ekvatorial meşələr zonasının xarakterik bitkilərdir bu bitkilər. Ondan sonra müxtəlif meymunlar yaşayır həmin meşələrdə. Və meşələrin dip hissəsi isə əsasən bataqlıqlarla örtülmüşdür. Bundan sonra isə deməli bu ərazilərdə savanna və seyrək meşələr zonası yerləşir. Görürük ki, geniş əraziləri əhatə edir. Afrikada savanna və seyrək meşələr zonası bayaq orada yuxarıdakı xəritədən də bizə məlum oldu ki, subekvatorial iqlim qurşağı daxilində və bir də ki, tropik iqlim qurşağı daxilində yayılmışdı. Tropik iqlim qurşağı daxilində burada savannalara rast gəlmişdik. Savannaların əsas xarakterik xüsusiyyəti burada o idi ki, hündür boylu ot örtüyündən ibarət idi. Burada zebrlər, zürafələr, müxtəlif şirlər, antiloplar yaşayır bu ərazilərdə. Yəni bu ərazilər bitki və heyvanat aləmi ilə zəngin olan ərazilərdir. Daha belə deyək də, tropik iqlim qurşağı daxilində isə burada səhralar formalaşıb. Tropik iqlim qurşağı daxilində burada qərbi böyük səhra formalaşıb. Ondan sonra Liviya səhrası var. Bir qədər bu hissədə. Bu hissədə isə Nubiya səhrası yerləşir Misir ərazisində. Burada isə deməli böyük səhra yerləşir. Və burada belə deyək də, yeraltı sular daha çoxdur, daha yeraltı sularla zəngindir və yeraltı sular şor suludur. Afrikanın tropik səhralarında qumbiyarabik bitkisi var. Həmin bitki bitir və həmin bitkidən şirniyyatların hazırlanmasında, bir də saqqız hazırlanmasında yapışqan kimi, şirə kimi istifadə olunur. Səhraların xüsusiyyətləri deməli bu oldu. 150-170 milliyə qədər yağıntı düşdü. Əsasən buradakı bitkilər kaktuslar oldu. Ondan sonra müxtəlif velvitiya, Afrikanın tropik səhralarının xarakterik bitkilərindən biri velvitiyadır. Velvitiyanın kökü 30 metrə qədər dərinliklərə qədər gedib çıxa bilir və yeraltı sularla qidalanır. Və həmçinin heyvanları sürətlə qaçır. Çünki həmin o iqlim şəraitində tez bir zamanda qida əldə etmək üçün ov dalınca yüksək sürətlə qaçmaq lazımdır təbii ki. Afrikanın ucqar şimalında və bir də ki, ucqar cənubunda isə subtropik iqlim vilayətinin Araq dənizi iqlim subtropik iqlim qurşağının daha doğrusu Araq dənizi iqlim vilayəti daxilində isə codyarpaqlı meşə və kolluqlar təbii zonası yayılmışdı. Cənubi Amerika materikinə nəzər salsaq, Cənubi Amerika materikində bayaq da qeyd elədik ki, ekvatorial həmişəyaşıl meşələr zonası tam zolaq əmələ gətirir, lakin ekvatorial iqlim qurşağı tam zolaq əmələ gətirmirdi. Bu ərazilərində xarakterik bitkiləri bayaq da qeyd elədiyimiz kimi deməli, nələr oldu? Çinə ağacı oldu, balsa oldu, çörək ağacı oldu. Bu deməli ekvatorial meşələr zonasının xarakterik xüsusiyyəti idi. Çox yarıstı idi. Amazon meşələrində daha çox yarıslara rast gəlinirdi və bir də ki, Cənubi Amerika materikində həmin ekvatorial meşələrə deyəcəyik selvas. Bu adlanır selvas. Ondan sonra Cənubi Amerika materikində həm şimal hissəsində, həm də cənub hissəsində
burada savanna və seyrək meşələr zonası formalaşıb. Şimalda olan savanna zonasına deyəcəyik Lianos, Lianos. Cənubda olana isə deyəcəyik Campos, Campos. Baxın, bunu necə yadda saxlayaq? Bəzən qarışdırırıq, Lianos şimalda idi, yoxsa cənubda idi. Şimalın ki sonunda, şimal sözünün sonundakı l var, ha, bax buradakı l. Bax bu l ilə Lianos başlayır. Şimalda deməli nə olacaq? Lianos, cənubda isə Campos olacaq. Deməli, Cənubi Amerika materikində şimalda savannalar adlandı nə? Şimalın l-sı Lianos, cənubda isə Campos adlandı. Və bir də ki, fikir veririk ki, Cənubi Amerika materikində hündürlük qurşaqları da geniş yayılıb. Burada da görürük ki, Ant dağları uzanır. Dünyanın ən uzun dağ sistemidir. 9000 kilometrə qədər məsafə deməli əhatə edir və bu dağlarda yüksəkliyə doğru getdikcə dağ çəmənlərinə rast gəlinir təbii ki. Burada dağ çəmənlərinə isə Paramos deyirlər. Nə deyirlər? Paramos. Cənubi Amerikada yüksək dağ çəmənlərinə nə dedik? Paramos dedik. Cənubi Amerikada həmçinin deməli subtropik iqlim qurşağı daxilində çöl zonası yayılıb. Burada isə çöllərə nə deyəcəyik? Pampalar deyəcəyik. Burada çöl zonası adlanır Pampa. Argentina və Uruguay ərazisində yayılmışdır. Həmçinin Cənubi Amerikada az da olsa səhra zonasına rast gəlirik, Atakama səhrası və bir də ki, Patagoniya yarım səhralarına bu ərazidə rast gəlirik. Və səhraların da xüsusiyyətləri artıq bizə məlumdur. Atakama səhrasından həmçinin şora əldə olunur. Çili şorası deyilən şora təbii gübrə rolunu oynayır həmin o çili şorası. Bundan başqa nəzər salsaq Avstraliya materikinə. Avstraliya materikinin görürük ki, şimal hissəsində subekvatorial iqlim qurşağı daxilində ekvatorial meşələr təbii zonası yayılıb. Ondan sonra subtropik və subekvatorial iqlim qurşağı daxilində isə, bax bu ərazilərdə isə savanna və seyrək meşələr zonası deməli formalaşmışdır. Deməli, harda? Subekvatorial hissədə, ondan sonra tropik iqlim qurşağı daxilində və bir də subtropik iqlim qurşağı daxilində də savannalara rast gəlinir. Deməli, hansı materikdə? Avstraliya materikində. Mərkəz hissələrində isə səhralar təbii zonası yayılıb. Böyük qumlu səhra, Viktoriya səhrası, Nallar Bordüzənliyi, Hibson səhrası və bu hissədə isə Simpson səhraları yayılmışdı. Avstraliyanın ucqar cənub hissələrində isə, bax burada da görürük, bu ərazilərdə isə deməli, codyarpaqlı, üzrlü hesabım, codyarpaqlı meşə və çoluqlar zonası yayılıb. Bu codyarpaqlı meşə və kolluqlar zonası Avstraliya materikində bərabər rütubətli iqlim şəraitində də yaranıb. Həm Aralıq dəniz iqlim vilayətində var, bax burada. Həm də ki, deməli, subtropikin Aralıq dənizi olmayan bərabər rütubətli iqlim vilayəti daxilində də yayılıb. Tasmaniya adasının şimalı codyarpaqlı meşə və kolluqlar zonasıdır, şimal hissəsi. Cənub hissəsi isə deməli, enliyarpaqlı meşələr zonasıdır. Burada az miqdarda göstərilib. Bax, bu hissəsi isə enliyarpaqlı meşələr zonasıdır. Həmçinin Yeni Zelandiya adasıdır. Enliyarpaqlı meşələr zonasına həmçinin deməli, odlu torpaq adalarında da rast gələcəyik. Odlu torpaq adalarında əsasən enliyarpaqlı meşələrlə yaşayır. Burada qarışıq meşə, iynə yarpaqlı meşələr də var. Ona görə bu ərazinin meşələri əsasən qarışıq meşələrdir. Bir də materiklərin ucqar nöqtələrinə fikir versək, məsəl üçün Afrikanın ucqar nöqtəsinə baxaq. Ucqar şimal nöqtəsi ilə ucqar cənub nöqtəsi harda yerləşir? Aralıq dənizi iqlim vilayəti daxilində, subtropik deməli iqlimdə və deməli codyarpaqlı həmişəyaşıl meşələr təbii zonasında, codyarpaqlı belə deyək də, daha doğrusu codyarpaqlı meşə və kolluqlar zonasında yayılıb və torpaqları isə qəhvəyi torpaqlardır. Ondan sonra, lakin, baxın, burada Avstraliyanın ucqar qərb nöqtəsi isə tropik iqlim qurşağındadır. Bundan başqa həmçinin, bunu da qeyd edək ki, Afrikanın ucqar şərq nöqtəsi savanna və seyrək meşələr zonasıdır. Qərb nöqtəsi də nədir? Savanna və seyrək meşələr zonasında yerləşmiş olub.
Təbii zonalar haqqında düşünürəm ki, bu qədər kifayətdir. Materiklərin də ucqar nöqtələrinə aid təbii zonalarına aid daha doğrusu bir videoda hazırlaya bilərik əslində. E, İnşallah baxarsınız, bu xoşunuza gəlsə onu da paylaşarıq.